da gezirlər. Buradan gəlib keçmədiyi pataskuxalar yoxdur. 10 qızlar, 5-5 oğlanlar, nə bilim nələr, gecələrlə, zatlarla bir yerdə. Post patrolu zəng edib mənim üstümə getirənlər evin içində. Pencərəni açıb demişəm ki, buradan 5 dənə oğlan, bir qız gəlib oturursunuz burada, 10 oğlan, bir qız gəlib oturursunuz. Mənim gecə ilə üstümə post patrol getirənlər, evimin üstündə qalan o arvad, burada evin içindəki pataskuxalar, keçmiş həyat yoldaşıma qədər gedib otellərdə veriblər ona, xəbərim də yox, padruqalarım deyib mənə, Qalibə kimi gedib otelə, bilinmir uşaqları kimdəndir, bic balaları, Nizakon, Rozinin, ублюдокları. Mənim keçmiş həyat yoldaşım Qalibdən, öz həyat yolda, öz ərlərindən, peysər ərlərindən, yoxsa yoldan keçən itlərdən. Bu evimin üstündə gəzən laxan vedrələr, gecə gündüzdə vedrə laxan sürüyorlar. Öz poxlarını gedib öz başlarına yaxmaqdansa, vedrə laxanlarını götürüb öz başlarını sürtməkdənsə, getirib mənim üstümdə gezirlər bunlar. Bu bir qeyrət xalqı. Yalandan burada dayanırlar belə, gecə minoqqalardan çıxırlar burada. Çörəyimizi rahat yeyə bilmirik. Gedib balkonumuzda, evimizdə oturub rahat otura bilmirik. Güya qeyrətlidirlər. Sənin qeyrətin çoxdan gedib, sən Çingizi öldürüb gəlib burada oturanda. Artıq sən qeyrətini çoxdan götünlə bir yerdə satıb gəlmişdin bura. Bir qeyrət xalqı. Anonun əmcəyini erməniyə verib gəlib burada oturanda uca sənin getmişdi şeyin. Qeyrətin namusu, qeyrətdən namusdan. Tüpürüm sənin qeyrət və namusu. Sən Tofiqin suyunu iç, çörəyini ye. Evdə oturan uşağına sataş, oğraş oğlun balası. Ona bax, ineyə, mən şey eləyirəm burada, video çəkirəm, ineyə tepi vurur, göt verən. İneyə yəqin anasıdır da. Anası, bacısı, arvadı, qızı ineydi axı, ona görə. Özləri ineydiler axı. Suyu aça bilmirik. Krantın suyunu açan kimi, əlimizə sabun götürən kimi inəklərini, keçilərini, qoyunlarını getirib burada otururlar. Azərbaycan xalqı, əcinnə, pataskuxa xalqı. Bilinmir ki, burada insanlar yaşayır, yoxsa əcinnələr yaşayır. İlahiyyatçılar, fərqi yoxdur dünyada, hansı dinə mənsubdularsa. Xristiyanlar, müsəlmanlar, iudeylar, nə bilim, krişnayitlar, yevreylər, qoy hamısı mənim səsimi eşitsin. Burada Məhəmmədi Kürdəxanıda əcinnələr yaşayır. İfrit və əcinnələr ermənidən törənmişlər. Azərbaycan xalqı güya deyib altında yaşayan şəhidlər, qazi, məcburi köçkünlər altında yaşayan əcinli ifritlər yaşayırlar burada. Qoy bütün dünya eşitsin Tofiqin nəvəsinin səsini. Burada dayanıb inəyə tepi vurur, hansısa oğraş burada. Bilə-bilə ki, mən burada onu çəkirəm ona görə. İnək yəqin anası ilə bacısı, arvadı, qızıdır, ondan olmasın. Ya əmcəyini anasının erməniyə satıb, Çingizi də öldürüb gəlib burada oturan göt verənlər.